yoxsa gedərəm Peyğəmbərin qəbrinin yanında, başımı açıb nifrin eləyərəm sizə. Söz yox ki, naməhrəm yanında yox. Çadramı başımdan götürüb Peyğəmbər yanında sizə nifrin eləyərəm deyir. Salman deyir, həmin anda mən gördüm ki, məscidin tavanı qalxdı yuxarı, sütunlarından ayrıldı. Bunu ancaq Salman görə bilər, biz görə bilmərik. Necə deyirlər, İmam Hüseyin ağanın başı nizədə Qur'an oxudu. Nizədə Qur'an oxunanda hamı eşitdi onu. Yox, xüsusi adamlar eşitdi. Xanım Zeynəb eşitdi, İmam-ı Səccad eşitdi. Yazırlar, orada bir Peyğəmbər sahabəsi var idi. O eşitdi. Hər kəs eşitməz, hər kəs görməz. Deyir, Salman Həzrəti Fatimənin məqamından Allah bir damcı göstərdi ona ki, Həzrəti Zəhra məqamı o qədərdir ki, məscidin tavanı getdi yuxarı, sütunlarından ayrıldı. Deyir, orada Əli əleyhissalam baxdı Salmana, dedi, Zəhra hardadır? Dedi, ya Əli, Zəhra xanım getdi Həsənlə Hüseynin əlindən tutub Peyğəmbər qəbrinə sarı. Deyir, orada Həzrəti Əli əleyhissalam Salmanın gördüyündən daha yüksək bir şey gördü. Dedi ki, Salman, özünü yetir Peyğəmbər qızına. Dedi, Əli canlıya, dedi, özünü yetir Peyğəmbər qızına. Özümü yetir Peyğəmbər qızına. Salman, mən görürəm Mədinənin dörd bir tərəfi silkələnir. Salman görmüşdü ki, Həzrəti Fatimənin məqamından məscidin tavanı sütunundan ayrılmışdı. Amma Əli əleyhissalam nə görür? Fatimənin məqamından daha ali şeylər görür. Deyir, Salman, özünü yetir Fatimiyə. Çünki Mədinə ətrafı lərziyə düşüb. Həzrəti Əlinin gördüyünü Salman görmür.